Xəzərin sahilində bu dəfə iki Xəzəryanı ölkə prezidentinin görüşü planlaşdırılır. İndi bu ölkələrin müzakirə gündəliyi olduqca geniş, münasibətləri isə strateji xarakterlidir. Söhbət Azərbaycan və Türkmənistandan gedir. Azərbaycan və Türkmənistanı ilk növbədə tarixi əlaqələr, etnik köklər birləşdirir. Ancaq bugünkü reallıqlar da öz sözünü deyir. Əməkdaşlıq əlaqələri müxtəlif komponentlərlə zənginləşir. Siyasi dialoq, iqtisadi əməkdaşlıq, o cümlədən enerji, nəqliyyat, tranzit və s. 9 il öncə isə Bakıda tərəflər münasibətlərini strateji tərəfdaşlıq səviyyəsində rəsmiləşdiriblər. 2021-ci ilin yanvar ayında Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində dostluq yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında anlaşma memorandumunun imzalanması isə iki ölkə arasında yalnız enerji sahəsində əməkdaşlığı yeni fazaya keçirmirdi, həm də siyasi dialoqun yeni səviyyəsi kimi səciyyələndirilirdi. Liderlərin ikitərəfli görüşü məhz bu otaqda keçiriləcək. İşıqlar qurulub, masa hazırdır. Bir neçə dəqiqə sonra Azərbaycan və Türkmənistan prezidentləri məhz burada ikitərəfli müzakirələr aparacaqlar. Geniş tərkibdə görüşün keçiriləcəyi zal da hazırdır. Masaya qoyulan adlardan liderləri görüşdə kimləri müşahidə edəcəyi aydınlaşır. Dövlət səfərləri dövlət başçılarının səfərləri sırasında ən ali statuslu səfər hesab olunur. Bu səfərlər həm də xüsusi qarşılanma mərasimi ilə əlamətdar olur. Budur, nümayəndə heyətləri artıq görünür. Bu o deməkdir ki, Türkmənistan prezidentinin təşrif buyurmasına çox qalmayıb. Türkmənistan prezidenti artıq Zolba iqamətgahındadır. Prezident İlham Əliyev onu qarşılayır. Bu, Sərdar Berdiməhəmmədovun ölkəmizə ikinci səfəridir. Dövlət himnlərinin səslənməsindən sonra fəxri qarovulun keçidi başlayır. İndi isə nümayəndə heyətləri, liderləri salamlayırlar. Dövlət başçıları bayraqlar önündə birgə fotodan sonra iki tərəfli görüş üçün ayrılmış otağa daxil olacaqlar.
görüşün protokol hissəsi sona çatdı. İki tərəfli görüş hazırda davam edir. Bir qədər sonra geniş tərkibdə görüş başlayacaq, amma hələ buna var. Odur ki, operatorların hazırlaşmaq üçün vaxtı kifayət qədərdir. Budur, nümayəndə heyətləri geniş tərkibdə görüşün keçiriləcəyi zala təşrif buyururlar. Səliqəli görünmək lazımdır. Son toxunuşlar bu baxımdan vacibdir. Ev tapşırıqlarını yenidən nəzərdən keçirmək faydalı ola bilər. Geniş tərkibdə görüşün başlamasına hələ bir qədər var və bu ayaqüstü müzakirələr üçün yaxşı imkan yaradır. Hazırda prezidentlər arasında görüş 25 dəqiqədə davam edir. Proqrama əsasən görüşün 30 dəqiqə davam etməsi nəzərdə tutulur. 5 dəqiqə sonra dövlət başçılarının geniş tərkibdə görüşə daxil olması planlaşdırılır. Geniş tərkibdə görüş başa çatdıqdan sonra liderlər Dostluq neft daşıyan tankerinin açılışını bildirən düymələri sıxacaqlar. Onlayn formatda baş tutacaq bu açılış və Azərbaycan və Türkmənistanın dostluğunu özündə rəmzləşdirir. Media nümayəndələri mətbuat üçün prezidentlərin açıqlama verəcəyi zala daxil olurlar. Türkmənistanlı həmkarlarımız isə artıq yerlərini alıblar. Belə aydın olur ki, sənədlərin mübadiləsi də baş tutacaq. Сегодня провели, как я уже сказал, обстоятельный обмен мнениями по многим вопросам. Были даны конкретные поручения, и в рамках межправительственной комиссии, которая будет проведена в следующем месяце в Туркменистане,
Уверен, те поручения, которые сегодня мы дали, будут к тому времени детально проработаны, и мы выйдем на решение новых совместных задач и реализацию новых проектов. İndi isə yolumuz Qarabağadır. Sabah dövlət başçıları Füzuli və Şuşada olacaqlar. Füzuli Qarabağın qapısı adlandırılır. Bunun həm coğrafi mənası var rayonun yerləşməsi baxımından, həm də şanlı zəfərimiz məhz bu torpaqlardan başlayıb. Eyni zamanda Qarabağ və Şərqi Zəngəzurda açılışı olan ilk beynəlxalq aeroport məhz Füzuli Beynəlxalq Hava Limanıdır və bu aeroportdan istifadə etməklə bir çox siyasi liderlər, dövlət və hökumət başçıları bu dövr ərzində Qarabağımıza təşrif buyurub. Bugün isə Türkmenistan prezidenti Sərdar Berdiməhəmmədov burada qarşılanacaq. Füzulidə Türkmenistan dövləti tərəfindən inşası davam etdirilən məscid Azərbaycan xalqının böyük quruculuq və böyük qayıdış prosesinə daha bir dost ölkənin dəstəyinin ifadəsidir. Bu məscidin təməli onlayn formatda Türk Dövlətləri Təşkilatının ötən ilin oktyabrında Qəbələdə keçirilən zirvə görüşü çərçivəsində iştirakçı liderlər tərəfindən qoyulmuşdur. Dövlət başçılarına stendlərdə Füzuli rayonunda görülən işlər, o cümlədən Füzuli məscidi, hansı ki Türkmenistan dövləti tərəfindən inşa olunur, bu barədə məlumatlar təqdim olunacaq. Yaxınlıqda isə tikintisi davam edən Füzuli məscidi görünür. Qarabağın və Şərqi Zəngəzurun bərpası istiqamətində Azərbaycan dövlətinin gördüyü işlərə Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələr də öz töhfələrini verirlər. Belə ki, Türkmenistan tərəfindən Füzulidə məscidin tikintisi ilə yanaşı, bu rayonda Özbəkistan tərəfindən Mirzə Uluqbəy adına məktəbin, Qazaxıstan tərəfindən Kurmanqazı adına uşaq yaradıcılığı mərkəzinin, Ağdamda Qırğızistan tərəfindən Manas adına məktəbin tikilib istifadəyə verilməsi, Macarıstan tərəfindən Cəbrayılda məktəb binasının tikilməsi, Türkiyə şirkətlərinin bir çox tunel, körpü və yolların inşasında iştirakı bunun əyani göstəricisidir. Sən evə bazarlıq eləmişsən, çörək almışsan, afərin. Neçə yaşın var? 6
yaşım var. Xoşuna gəlir bura? Ne? Bu kirli kabı. Aa, kirli değil. Necə? Sizi çəkirəm kameraya. Neçə yaşınız var? Adın nədir sənin? Xədicə. Xədicə. Məktəbə gedirsən artıq. Bəli. Şuşa xoşuna gəlir? Xoşuma gəlir. Nə xoşuna gəlir? Bura çox gözəldir. Bilirsən, prezidentlər gəlir indi Şuşaya. Kimlər? Türkmənistan prezidenti və İlham Əliyev. Ha, gözləyirsiniz. Bəli. Ay, salam aleyküm. Təzə əsərdir. Sənin? Təbrik edirəm, gözəldir çox. Necəsiniz? Hər şey yaxşı? Sağ olun, hamısı yaxşı. Allah aşkına. Can sağ olun. Gel görüşürüz sizinle. Sağ olun. Sağ olun. Siz necəsiniz? Salam. Vay ne güzel kızlar uşaqlardı, ne güzel balalardı. Salam. Gəlin şəkil çəkdirək birlikdə. Gelin uşaqlar gelin burada toplaşın. Üzü o tarafa dönün. Balalar güzel bir tarafa dönün. Şuşada dövlət və hökumət başçılarının qarşılanması bir ənənə halını alır. Bu Şuşanın diplomatiya mərkəzi kimi statusunu möhkəmləndirməklə yanaşı Azərbaycanın sülh, qayıdış və quruculuq konsepsiyasına beynəlxalq dəstəyi ifadə edir. Necə yaşayırsınız burada? Çox yaxşı. Doğma Qarabağ torpağında. Necə oxuyursunuz? Hamınız yaxşı oxuyursunuz? Tamam ama şaka çektiler öz telefonunu. Hər çəkdirək. Çok sağ olun. Sen neçə yaşın var? 8? Mən də 7. Və sən? 8. 8. Media tələsməlidir. Jurnalistlər və operatorlar üçün ayrılmış xüsusi avtobuslarla növbəti tədbir məkanına çatmaq lazımdır. Qonağa Şuşa məscidi barədə məlumat verilir. Bu məscidin tikintisi davam eləyir, hansı ki 72 metr hündürlüyündə olacaq. Minarəsi isə 11 rəqəmini, yəni Şuşanın işğaldan azad olunduğu ayı, özü isə 8 rəqəmini simvolizə eləyəcək. Yəni Şuşanın işğaldan azad olunduğu günü. Proqramın bəzi məqamları isə qeyri-rəsmi ünsiyyət üçün fürsət yaradır. Prezidentlər hazırda Heydər Əliyev və Qarabağ sərgisi ilə tanış olur. Burada Ulu Öndərin Qarabağa səfərləri foto və video materiallarla
təqdim olunur. Qeyd eləyək ki, bu səfərlər bölgənin inkişafına olduqca mühüm təsir edib və Ulu Öndər Qarabağın inkişafına xüsusi diqqət ayırıb. 1979-cu ildə çəkilmiş Ağdam-Xankəndi dəmir yolu xətti isə Qarabağın digər bölgələrimizlə iqtisadi əlaqəsinin möhkəmlənməsini təmin edib. Prezident indicə qonağa 1982-ci ildə Şuşa şəhərində Vaqif Poeziya Bayramında iştirakından çəkilmiş fotonu da təqdim etdi. İndi Şuşanın əsas meydanında qonağa Üzeyir Hacıbəylinin, Bülbülün və Xurşudbani Natəvanın güllələnmiş heykəlləri barədə məlumat verilir. Qeyd eləyək ki, bu heykəllər işğal dövründə ermənilər tərəfindən Ermənistana aparılıb, əridilmək üçün Ulu Öndərin səyləri nəticəsində onlar geri alınıb və Şuşa işğaldan azad olunduqdan sonra Prezident İlham Əliyevin göstərişi ilə onlar Şuşaya qaytarılıb. Liderlər Şuşanın rəmzlərindən biri Şuşa qalası önündə birgə foto çəkdirirlər. Prezidentlər Bülbülün ev muzeyində, hansı ki, işğal dövründə ermənilər tərəfindən dağıdılmışdı və işğaldan azad olunduqdan sonra bərpa edilib, burada görülmüş işlərlə də tanış olacaqlar. Görkəmli musiqiçi 1982-ci ildən etibarən ev muzeyi kimi fəaliyyət göstərən bu binada anadan olub. Nümayəndə heyətləri gözləyir və Bülbülün ev muzeyində proqrama əsasən nəzərdə tutulmuş vaxtdan daha geniş təqdimat xalq artisti Polad Bülbüloğlu tərəfindən edilir. Şərqin qədim ənənəsi Qarabağın əfsanəvi atında yenidən canlanır. Ali qonağa hədiyyə ediləcək Qarabağ atı iştirakçısı olacağı tarixi mərasimə hazırdır. Və prezidentlər Şuşanın simvollarından biri Cıdır düzündə. Hoş geldiniz Cənab Prezident. Qonağa Qarabağ atı hədiyyə edilir. Bunun xüsusi rəmzi mənası var. Həm də Cıdır düzündə, Şuşada. At hədiyyə edilməsi qonağa ehtiramı və qarşılıqlı etimadı ifadə edir Şərq mədəniyyətində. Prezident İlham Əliyev qonağa Cıdır düzündən Şuşanın mənzərəsini seyr etməyi təklif edir. Bu həmin qayalardır ki, şanlı Azərbaycan əskəri məhz oradan qalxaraq Şuşanı işğaldan azad edib.